Sifarişli danışan medyalar, hardasınız? Tam olarak hardasınız? Hara yox oldunuz? Dünya bugün Epstein dosyasını danışır. İnsan ağlının qəbul etmədiyi irgəncliklər və murdarlıqlar. Uşaq rüsvayçılıq. Gördüklərimizi açıq desək, algoritm tərəfindən dərhal cəzalanacaq. Çünki sistem belə qurulub və qorunur. Danışan susturulur, cinayətkar qorunur. Və yenə həqiqətlə üz-üzəyik. Özünü dünyanı idarə edənlər, hökuməti dizayn edənlər adlandıranlar əslində nə qədər alçaq və murdar imişlər. Amma bir neçə sualım var. Dünən İran deyə özünü oda közə vuranlar, İranda insan haqları tapdalanır deyə qışqıranlar, niyə bugün üzünüzü çevirirsiniz? Niyə indi susursunuz? Belə bir biabırçılıq yaşanır və sizin buna etirazınız yoxdur. Deməli, məsələ insan haqları deyilmiş. Deməli, dərd uşaq dərdi də deyilmiş. Dünən utanmadan video çəkib İranı hədəfə alanlar bugün parçalanmış. Niyə danışmırsınız? Heç bir dəyəri yoxdurmu onların? Son söz olaraq deyirəm ki, tarix bunu qeydə alsın. İran İslam Respublikası Seyid Əli Xameneyinin rəhbərliyi ilə bugün bəşəriyyət tarixinin ən murdar, ən çirkin fiqurları ilə savaşır. Artıq iç üzünü gizlətməyin zamanı bitib. Hər şey üzdədir. Kimin kim olduğu bəllidir. Kim hansı tərəfdə dayanırsa dayansın. Amma bir dayanıb özünə baxsın və yenidən.